Gülse Safarova, Integration of Azerbaijan Youth to Europe Organization. I really enjoyed from the final show, which is mainly focused on the scene and also the feat duet between the Zayn and Vugar, Baden-Baden. I remember that 3 years ago when we met with Zayn in France. We planned to meet in Baku in Azerbaijan, so at last our wish came true and we did this with the audience of 1,000 people. We did this project with the final show, so I think in the future it's the good step to collaborate to enhance our collaboration. I hope that Zayn and Vugar will be one of the best singers in Azerbaijan, in France, and even in Europe, because even the audience in Azerbaijan like this duet. And as an Agat, who will try to also organize this kind of concerts here or outside of Baku. I would like to say some words in Azerbaijan. Mən çox şadam ki, İncəsənətdə Fəaliyyət 2 proqramının təşkilatçısıyıq. Çox şadam ki, Vugar və Zayn birlikdə bir mahnı ifa elədilər. O mahnı İncəsənətdə Fəaliyyət 2 layihəsinin sonunda konsertdə ifa olundu. Biz bu layihəni 3 il öncə fikirləşmişdik Fransada və Fransadan Azərbaycana gətirdik. Fransada da ilk dəfə biz görüşmüşdük Zayn ilə və düşündük ki, bu proqramı mütləq şəkildə Azərbaycanda edək, bu gözəl bir məmləkətdə edək və sonunda buna nail olduq. Artıq 10 gün ərzində təşkil olunan tədbirlər nəticəsində biz son festivalı etdik. Bu festivalda Zayn və Vugar birlikdə Baden-Baden mahnısını oxudu. Thank you too. Merci beaucoup.